Azərbaycandan xaricə turist axını artıbdır, ölkəyə gələnlərin sayında isə cüzi azalma qeydə alınıbdır. Belə ki, bu ilin ilk 2 ayında Azərbaycandan xaricə səfər edənlərin sayı artım nümayiş etdiribdir. Dövlət Statistika Komitəsinin məlumatına görə yanvar-fevral aylarında ölkədən xaricə səfər edənlərin sayı təxminən 299 min nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cüzi artım deməkdir. Səfər edən vətəndaşların əksəriyyəti ənənəvi istiqamətlərə üstünlük verib. Belə ki, turistlərin böyük hissəsi Türkiyəyə yollanıb. Rusiya və Gürcüstana səfərlərdə müəyyən azalma müşahidə olunsa da, İrana gedənlərin sayında artım qeydə alınıbdır. Digər ölkələr də ümumi səfərlərdə mühüm paya malik olub. Xaricə gedənlərin təxminən 3də 2-sini kişilər təşkil edib. Nəqliyyat vasitələrinə gəldikdə isə vətəndaşların əksəriyyəti hava nəqliyyatından istifadə edib. Bununla yanaşı eyni dövrdə Azərbaycana gələn xarici vətəndaşların sayında cüzi azalma qeydə alınıbdır. İlk 2 ayda ölkəyə müxtəlif ölkələrdən ümumilikdə 330 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da illik müqayisədə kiçik geriləmədir. Azərbaycana gələnlərin əsas hissəsini ənənəvi olaraq qonşu və region ölkələrin vətəndaşları təşkil edir. Rusiya və Türkiyə bu siyahıda ilk yerlərdə qərarlaşıb. Həmçinin İran, Gürcüstan və bir sıra Asiya ölkələrindən gələnlərin payı diqqət çəkir. Regionlar üzrə dinamika fərqlidir. Avropa İttifaqı və MDB ölkələrindən gələnlərin sayında artım müşahidə olunduğu halda, Körfəz ölkələrindən gələn turistlərin sayında azalma qeydə alınıbdır. Ölkəyə gələn əcnəbilərin də böyük əksəriyyəti hava nəqliyyatından istifadə edib, qalan hissəsi isə əsasən quru və daha az hallarda dəniz yolu ilə səfər edib. Ümumilikdə ilin əvvəlindən Azərbaycandan xaricə səfərlərin artması fonunda ölkəyə turist axınında sabitliyə yaxın, lakin cüzi azalma müşahidə olunub.